Koz elə də qalıb. Fındıq içi də elə də qalıb. Alan yoxdur. Yumurta 11 köpədi alan yoxdur. Şikayətlər də qalıb elə də qalıb. Heç bir nəfər yoxdur. Vəziyyət gündən günə daldalı gedir. Çərəzlər də belə də qalıb. Düyülər də 1 kilo alan yoxdur. Vəziyyət gündən günə daldalı gedir. Bazarda hər şey artır. Cəmiyyətdə də imkan yox almaya. İndi kimin qisməti nə oldu bir tərk keçiriləcək. Bazar budur. Balıq ot tutub yanır. Bir dənə 10 manatlı balıq indi olub 60 manata, 40 manata, 50 manata. Hər şey qalxıb demək olar. Xərcləsən bir dənə çərşəbəyə 100-150 manat lazımdır. Bir dənə boş çərşəbəyə, hələ bayram demir. Yəni ki, bayram qabağı olduğuna görə yaxşıdır. Belə də baxanda Allah rızını versin. Rızını verən Allahdır. Qiymət artımı var. İndi biz də ürəyindən istədiyimizi alırıq. Cəmiyyətdə pul yoxdur mən bala. İnşallah hər şey yaxşı olar. Hamı gəlib yaxşı alver eləyər. Meyvəyə yaxın getmək olmur, çox bahadır. Balıq da bahadır. Yəni hər şey bahadır. Hər şey istəyir adam alsın, ancaq almaq olmur, bahadır. Əmək haqqını adam bilmir, kommunalına versin, dərmanına versin, yeməyinə versin, çatdırmaq olmur. Yəni bayram keçirmək istəyir, ancaq alınmır. Bahadır hər şey.